Deməli mən taxta nazirindən tamamilə razıyam. Çox sağ ol qardaş. 250 bin körpü üçün çox azdır. Bəs biz necə dolanaq? Biz çox çətin vaxtlarda yaşayırıq. Ödəyirsən. Qiymətlər gündən günə artır, qalxır. Təsəvvür eləyin, mən oğluma deyirəm, bağışla oğlum, sən bugün qara ikra yiyə bilməyəcəksən. Sonra mən o qəlbi sınıq uşağın üzünə necə baxım axı? Bir dəqiqə, bəs indi biz bu körpünün smetasını necə 5 milyona qaldıraq? Başına bu ne sual diye verirsen. Bu ne sual diye verirsen. Bizim işimiz adı burada. Ezmansılar orada bayrağımızı kaldırır. Biz de burada simetan kaldırır. Kaç yılım yazası sonra? Çok. Teklif ederim ki beton terkibine şebin, sement ve 500 karat brillant katasız. Ya, Brillant. Bəs bizdən soruşsalar betona brilliant niyə qatmısınız? Onda nə deyəcək? Ne diyeceğim? Edir ki bizden şehirde ışıklar sonra. Ona bilərdi birinci dəfə deyir ki hemen maşınla burayı ışıklandıracaq. Brillantlar parıldayacaq. Cemaat da bilecek ki burada çörpü var da. Ne problem var ki? Mesela hem şey değer vermişim kardeş. Yaz oraya. 5 milyonluk çörpü, Yok. beton, şebin ve 500 karat sirkoni. brilyant. Ha, sirkoni. Ben bilmirəm benim nazir dostum Serseriz Afrika'da iyidir. Ama bizim bu çörpümüz dünyada analogu olmayan çörpümüz. Olmuyor. Ben taxta şalban naziri təklif eləyirəm ki, biz həmin çörpünün üstüne mozaika parket vuraq. Parket. Dibovu. Əla. Deməli taxta nazirinin oğlu Bentley sürəcək, amma asfalt nazirinin oğlu Kakoyta Mercedes. Spor eləmiydi, kaç yılım spor eləmiydi. Taxta naziri hemen bu çörpün üstüne vurar parketi. Kaç sağ ol. Sonra da asfalt naziri zırhıyar üstüne asfaltı. Sonra da problem baktı. Bu da olacak dünyada analog olmuş çörpü. Bala. Parket, asfalt, onda bu 5 milyon eləmir ki. Əlbəttə eləmir. Körpünün smetası en azı De göre. 15 milyon olur. Alo. Arba.